Salam aleykum, hardayam? Deməli, hökumət dairəsindən qalxdım, Xocasən binaları var. Düz ora gedəndə məktəbə, bağçaya yaxın ev axtarırsansa özüdür. Tam təmirli mətbəx bir qalacaq. Mətbəxin genişliyi var. Həqiqətən çox genişdir. Qoşa, daş, kommunalların hamısı var. Köçklərin hamısı var. Görürsüzlər, mətbəx belə gözəldir. Kombistadır, hər şey içində var. Hazır al, gün sabah köç yaşa. Bir dənə də burada çox böyük zalıdır. Otaqların ölçüləri çox genişdir. Yəni burada 15 dənə yaxın ev idi. Hamısı satılıb, boş vəziyyətində bu qiymətə satılıb ha. Yəni bu kvadratda, dolu vəziyyətində bu qiymət çox əla qiymətdir. Buradan gəldi. Bir dənə də burada səliqəli yataq otağıdır. Yola, marşruta yaxın məsafədə 156 Əcəmiyə, 155 avtovağzala. Yəni hər yerə marşrut işləyir buradan. Ölçüləri görsələr həqiqətən çox genişdir. Hər bir tərəfi də qoşadaşdır. Buradan gəldi hamam sanuzeli aksesuarlar hamısı qoyulub. Alırsan, götürsən, yaşayırsan. 600 kəmərlidir. Vallahi səliqəli evdir. Yəni bu qiymətə bugünkü gündə yerinə görə ideal qiymətədir. Buradan gəldi, bir dənə çölünü də göstərək sizə. Yeri yaxşıdır. Yəni, məhlə yaxşı, yeri yaxşı. Buradan gəldik. Baxın, burada 2 maşınlıq həyətidir. 2 maşınlandır. Harası 3 maşına yaxın həyəti var. Kürsülüdür. Padvanla rahat girmək olur. Baxın, burada kombinin aparatı, motor, hidrofor, yəni hamısı var. Evin yəni sağına belə fırlanmaqda olur. Yəni əlaqə saxlayın. Qiymətinə görə gözəl qiymətdir. 55.000 manata, bəli. 55.000 verirsən, bir dənə sənə heç otaqlı ev verirəm. Sağ ol.